Limon, sarımsaq, cəfərini qarışdırıb qəbul elədim, suyunu içdim, bir ay damarlarım açıldı, ayaqlarım ağrımır. Və ürək damarlarım da təmizlənibdir. Bu bizim bəlkə də ən çox eşitdiyimiz miflərdən biridir. Çox təəssüf ki, damar divar zədələnmələrinin, yəni damar tutulmalarının altında çox böyük faktorlar yatır. Yəni bu faktorlar elə ciddi problemlər yaradır ki, onları nə cəfəri suyu ilə, nə limon, nə də sarımsaq suyu ilə biz bərpa eləyə bilmərik. Bu sadəcə bizim pasientlərdə əlavə olaraq qastrit, eroziv qastrit və yaxud da bağırsaq problemləri varsa, bunların daha da dərinləşməyinə səbəb olacaqdır. Ona görə də çox tövsiyə eləyərdim ki, bu cür qarışımları etməmişdən qabaq ilk növbədə birinci mədə-bağırsaq sistemini yoxlatsınlar. Amma həqiqətən ürək damarlarının sağlamlığını düşünürlərsə, ən azından xüsusi kardioloji check-uplar və yaxud da lipid profili dediyimiz, lipid spektri dediyimiz analizləri verib damar divarında pis xolesterin miqdarını öyrənərək ona uyğun dərmanları qəbul etməyə başlasınlar.